bugünkü mövzumuz aydınlıq kəsirlərdə və faiz mövzusunda yeni əlavə olunan suallardır. Aydınlıq kəsirlərdə cəmi bir dənə yeni əlavə olunan sual var idi. Ona görə onu faizlə bir yerdə seçmək qərarı aldım. Baxaq 33-cü sual. Bu aydınlıq kəsirlərdə 4-cü bölmədədir. Deyir, su ilə dolu çələkdən əvvəlcə 10 litr, sonra çələkdə qalan suyun 2/1 və daha 10 litr su götürdülər. Bundan sonra çələkdə çəlləyin 3/1 qədər su qaldı. Çələk neçə litr su tutur? Ümumiyyətlə bu sual bir məchul tənlər və məsələlər mövzusunda da var. Və 2 dəfə, hətta deyəsən 3 dəfə buraxılışa düşüb. 2 dəfə 9-cu sinifə, bir dəfə də 11-ci sinifə. Eyni bu sual deyil, orada səbətdəki almadan söhbət edir. Bəlkə qarşınıza çıxar. Burada isə çələk məsələsi kimi verilib. Çələkdəki suyun miqdarını bilmirik. Suyun miqdarına bir dənə x deyək. Deyir, əvvəlcə 10 litr götürdüm. X çıxılsın 10 yazıram. Sonra deyir ki, çəlləkdə qalan su ilə bizdə budur. Çıxılsın, qalan suyun x çıx 10-un 2/1. Deyir, daha sonra 10 litr götürdülər. Çıxılsın 10 yazıram. Və nəticədə əvvəlkinin 3/1 qədər qaldı. Yəni 3/1 x qaldı. Düzdürmü? İndi açsaq mötərizəni x çıx 10, çıxılsın 2/1 x. Burada 2 dənə mənfi var, toplam olacaq. Üstə gəlinsin. 10-u 2/1-ə vuranda 5, çıxılsın 10, bərabərdir 3/1 x. X-ləri yığıram bir tərəfə. X çıxılsın 2/1 x, çıxılsın 3/1 x, bərabərdir. Mənfi 10, mənfi 10. Elədi bizdə mənfi 20. Mənfi 20-nin üzərinə 5 gələndə elədi mənfi 15. Bu yana keçəndə bizdə olacaq müsbət 15. Düzdürmü? Daha sonra bizə şərtdə deyir ki, neçə litr su tutur? X-i tapmalıyıq. İndi ortaq məxrəcimiz 6-dır. Bunu 6-ya vuracam. Bunu 3-ə vuracam. Bunu da 2-yə vuracam. Bərabərdə 15. Olacaq 1 bölünsün 6, 15. X-i tapanda 15-i 6-ya vuracaqsınız. Cavab eləyəcək 90. Deməli, sən 90 litr su tuturmuş. Bu ətraflıya düşüb özdə, yəni diqqətli olmalı olduğumuz suallardan biridir. İndi keçək faiz mövzusuna görə burada təzə əlavə olunan suallarımız hansılardır? Birinci bölməsində 18. Deməli, burada 2 üsulu öyrədəcəm sizə. Hansısa rahat olsa ondan istifadə edə bilərsiniz. Deməli, diqqətlə qulaq asın mənə. Burada A bizdə uyğun olaraq götürsəz, birinciyə uyğun A 2K-dır. B-ni də ikinciyə uyğun götürsək, B-də 3K-dır. Sonra burada B görürsünüz, fərqlidir, 4K-dır. Yollardan biri nədir? B-nin yerinə 3K qoyursunuz, yazırsınız 3K böl C bərabərdir 4 böl 5. Olacaq 4C bərabərdir 15K, C-ni tapırsınız 15K bölünsün 4. Sonra da uyğun olaraq deyirsiniz ki, A 2K-dır, B 3K-dır, C də 15K bölünsün 4-dür. Sonra istəsəz 3-ünü də eyni bir ədədə vura bilərsiniz. Bu formada gedirsiniz. Başqa bir yol öyrətsəm sizə. Bunu K-layanda B 4K olur. C də olur 5K. Düzdürmü? İndi fikir verirsiniz, birində 3K-dır, birində 4K-dır. 3K ilə 4K-ya əkop 12-dir. Gətirirəm bunu 12K-ya. İndi bunu 12K-ya gətirmək üçün 4-ə vurmuşamsa, bunu da 4-ə vurmalıyım. Onda A olacaq 8K. Sonra eyni zamanda bunu 3-ə vurmuşamsa, bunu da 3-ə vurmalıyım. Hər öz yanındakına uyğun 15K. Sonra gətirib yerinə qoyaq. B kvadratı 12-nin kvadratı olacaq 144. K-ları yazmıram. Zaten sürət məxrəc misallarında o K-lar özləri ixtisar gedəcəklər. Deməli, 144 çıxılsın. A kvadratı 8-in kvadratı 64 bölünsün. 15-in kvadratı 225 çıxılsın. B-nin kvadratı, yəni 12-nin kvadratı 144. Yuxarıda 80 alınır, aşağıda 81. 81-də 80 cavab olacaq Y variantı. Sonra baxaq 20-ci suala. Bu da yeni əlavə olunub. Deməli, A böl B bizdə bərabərdir K-ya. Onda çarpaz vuranda A bərabərdir B vur K. Sonra C böl D K-ya bərabərdir. Onda çarpaz vursaq C bərabərdir D vurulsun K. Gətirib A-nın yerinə B vur K qoyacaq. C-nin də yerinə D vur K qoyacaq. İndi A-nın yerinə B vur K qoysaz, olacaq 2BK kvarta yüksəldəndə 4B kvadrat K kvadrat olur. C-nin yerinə DK qoysaq, kuba yüksəldəndə D kubu K kubu olacaq. Aşağıda deməli B kvadrat, bunu kuba yüksəldəcəm. 8D kubu.
D kubları gedir, B kvadratlar gedir. 8 ilə də 4 gedəndə burada qalır 2. K kvadratın K kubuna vuranda K üstü 5 bölünsün 2 olacaq. O da bizdə olur A variantı. Sonra burada 26-cı sual. Təzə sual. Burada da yine A böl B K'dırsa onda A'ya deyəcəyik B vur K. C böl D K'dırsa onda D'ye deyəcəyik D vur K. Düzdürmü? Gətirib qoyuram yerinə. 6 vur BK P vurulsun DK. 6B çıxılsın 7D bərabərdir K'ya. İndi buradan K'nı çıxardıb bu K'ları ixtisar yaparsaq olacaq 6B çıxılsın PD çarpaz vuranda 1'ə vurmuş sayıramda. Çünki K'lar getdi. 6B çıxılsın 7'dir. Buradan da gözlə göründüyü kimi P nəyə bərabərdir? 7'yə. Cavab alacağıq 7. Sonra 26'nı dedik 29. Eyni qayda ilə və eyni tipli suallardan salıblar. A bərabərdir B vur K. C bərabərdir D vurulsun K. Cəsirik yerinə qoymağa. X vurulsun BK. Üstə gəl Y çıx 6. C'nin yerinə D vur K qoyuram. XB. Burada da Y çıx 18 vur D. Bərabərdir K'ya. İndi nə baş verir sizdə? K'lar gedir. Yenə sürətdəkilər. K'ları çıxardığında bu K ilə ixtisar gedəcək. Sürəti məxrəcə bərabər götürəcəm. XB üstə gəl. Bunu D'yə vurub açıram. YD çıxılsın 6D. Bərabərdir. Bu aşağıdakını köçürdəcəm. XB qabaqda mənfi var. Nəzərə alırıq. Çıxılsın YD. Üstə gəlsin 18D. Nə baş verir? XB-lər gedir. Y-də mənfidir. Bu yana keçəndə müsbət 2Y-də. 6D də bu yana keçəndə 24D. D-lər gedir. 2Y 24-dürsə Y neçə alacaqsınız? 12. Aydındır mı? Sonra baxaq 30-cu suala. Deyir A çıxılsın 2 kəmiyyəti B üstəgəl 3 kəmiyyətindən düz mütənasib asılıdır. İndi mən A-nın yerinə 14 qoysam, bura olacaq 12. B-nin yerinə 19 qoysam, bura olacaq sizdə neçə? 23. Düzdürmü? Sonra deyir A 26 olduqda, onda A-nın yerinə 26 qoysam, bu 24 olur. B üstəgəl 3-ü də bilmirəm. B üstəgəl 3-ə də bunu qoyaq. İndi çarpaz vursaz, 12 vurulsun B üstəgəl 3 bərabərdir. 22 vurulsun 24. Bunlar ixtisar edər. 2'yə vurmuş sayılacam. B üstəgəl 3 bərabərdir 44'ə. Oradan da B-ni tapıram 41. Aydındır mı? Növbəti burada təzə sual. Baxacağıq nömrə 35-ə. Bu sizdə blokun ətraflısından düşüb birinci qruplara. Deyir birinci, ikinci, üçüncü rəflərə onların ümumi sayı uyğun olaraq 2, 3, 4 ədədləri ilə tərs mütənasib. Tərs mütənasib hissələrə bölmə necə olur? Ədədləri verilmiş ədədlərin tərsi ilə düz mütənasib hissələrə bölürsünüz. Yəni necə? 2'nin tərsi olur 2 də 1x. İkinci rəf üçün. 3'ün tərsi olur 3 də 1x. 3-cü rəf üçün 4'ün tərsi olur 4 də 1x. İndi şərtdə nə deyir? Deyir birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, yəni 2 də 1x üstə gəlsin 3 də 1x. Üçüncü rəfdə olan kitablardan 42 ədəd çoxdur. Bərabərdir 4 də 1x-in üzərinə gələcəm 42-ni. Düzdürmü? İndi 2 də 1 ilə 3 də 1-ə ortaq məxrəcim 6-dır. Olacaq 6-da birini 3'ə vururam, birini 2'yə 6 da 5x. Çıxılsın 4 də 1x. Bərabərdir 42. Bu da ortaq məxrəcim 12'dir. Bunu vuracağım 2'yə, bunu da 3'ə. 2'ni 5'ə vuranda 10, bu da 3. Ondan da 3'ü çıxanda 7. 42 ilə 7 ixtisar gedir. Bura qalır 6. 12'ni də 6'ya vuranda 72 alıram. Uşaqların səhvi onda da ki, götürüb x-i 72 götürürlər. Cavabı da doğrusu. Rəfdəki bütün kitabları necə tapacaqsınız? Birinci rəf 72'ni vururam 2 də 1'ə. Olur 36. İkinci rəf 72'ni vururam 3 də 1'ə. Eləyir 24. Üçüncü rəfdə isə 72'ni vururam 4 də 1'ə. Eləyir 18. Siz 36, 24 və 18'i toplamalısınız. Yəni cavabınız 72 yox 78'dir. Məsələn bu düşdüyü ildə çox uşaq burada dayanmışdı deyə 3'də 2 bal almışdı. Yəni tam bal ala bilməmişdi. Sonra baxacağım nömrə 38'ə.
Deməli, bu biraz yer aparacaq. Ona görə əlavə hissə açaq. Nömrə 38. Deyir ki, hədlərindən biri digərindən 2 dəfə böyük olan orta hədlərdən. Tənasübün kənar hədlərinin hasilinin 40%-i orta hədlərin cəminin 80%-nə bərabərdir. Bir dənə tənasüb yazıram. Deyirəm ki, A böl B bərabər olsun C böl D. Burada orta hədlər B ilə C-dir. Mənə şərtdə deyir ki, biri digərindən 2 dəfə böyük olsun. Onda B bərabərdir 2C yazıram. Deyir ki, kənar hədlərin hasilinin, kənar hədlərin hasili düzdür, A vur D-dir. Amma biz bilirik ki, kənar hədlərin hasili zaten orta hədlərin hasilinə bərabərdir. Ona görə elə B-sə yazıram. B vur C. Bunun 40%-i mənə deyir ki, orta hədlərin cəminin. Orta hədlərdən biri C-dir, B-dəki 2C-dir. Toplayanda olur 3C. Düzdürmü? Cəminin 80%-nə. Oldu mu belə? B isə bərabərdir. Alıram 6C. Deməli, B oradan tapıram 6-dır. B 6-dırsa 2C bərabərdir 6. C-ni də neçə alıram? 3. Deməli, B 6-dır. C də 3-dür. Düzdürmü? İndi biz bilirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Deməli, A vur D-də 6 ilə 3-ün hasili ilə 18-dir. Deyir, kənar hədlərin cəmini ala biləcək. Hasili 18 verəndir. Ya 1 və 18-dir. Ya 2 və 9-dur. Ya da 3 və 6-dır. Başqa yoxdur. Bunların cəmi 19-dur. Bunların cəmi 11-dir. Bunların da cəmi yenə 9-dur. Bunun cavabı alacağıq 39. Aydındır mı? Sonra baxacağıq nömrə 39-a. Bu da yeni sualdır. 39-40 eyni deyə bir dənə 39-a baxsaq yetərlidir. Deyir, tənasübün kənar hədlərinin hasili orta hədlərin cəminə nisbəti. Yenə bir tənasüb yazırıq. Deyir, kənar hədlərin hasilinin. Yəni, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Elə B-sə yazacağım. Orta hədlərin cəminə. Yəni, B üstəgəl C-yə nisbət. Bərabərdir 4,8. Bunu qeyd elədim. Deyir, orta hədlərinin birini 2 vahid artırıb. Əvvəlcədən kənar hədd dediyinə görə elə B-si olaraq saxlayırsınız. Çünki biz AD-nin yerinə B-sini qoymuşuq. Birini 2 vahid artırıb, digərini 6 vahid azaltdıqda 2 ilə mənfi 6, mənfi 4 deməkdir. Yəni, ümumicəm 4 vahid azalar deməkdir. Yəni, belə. Nisbət deyir, onda 6 olar. Bərabər edirik 6-ya. İndi burada çarpaz vurursaq, B-sə bərabərdir. 4,8B üzərinə gəlsin 4,8C. Burada çarpaz vursaq, 6B üstəgəl 6C çıxılsın 24 olacaq. İndi hər ikisi B-səyə bərabər olduğu üçün bu hissələri bir-birinə bərabər götürürəm. Olacaq 4,8B üstəgəl 4,8C bərabərdir 6B üstəgəl 6C çıxılsın 24. Düzdürmü? Yığıram bir tərəfə mənfi 1,2B mənfi 1,2C altdan 4,8-dən 6 çıxmışam. Bərabərdir mənfi 24. Onda B ilə C-nin cəmi olacaq 20. Bizə deyirdi, orta hədlərin cəmini tapın. Cavabı tapdıq ki, B ilə C-nin cəmi nəyə bərabərdir? 20-yə. Bu birinci bölmədə olan yeni suallar. İndi keçək ikinci bölməyə. İkinci bölmədəki yeni sualımız 20-ci sualdır. Baxırsınız 20-ci sual. Deməli belə. Verib ki, A böl B bərabərdir 3 böl 5. İndi sürətə A 3K. Onda B-də neçə olacaq? 5K. Bax, A-nı tapmışsınız buradan 3K. Gətirib, bax, burada yerinə qoymalısınız. 3K bölünsün C bərabərdir 4də 1. Onda C-də olacaq 12K. Və ən son C-ni bu birində yerinə qoyuram. Olacaq 3D bərabərdir 24K. Oradan da D-ni alıram 8K. Bu da belə. İndi deyir, D ədədi B ədədindən neçə faiz çoxdur? D-ni B-yə bölürəm. Vururam 100-ə, alıram 160 faiz. 160-dan da 100 çıxanda cavab olacaq 60 faiz çoxdur. İndi baxaq 3-cü bölmədəki yeni suallara.
37. Deyir AB natural ədədləri üçün AB intervalında yerləşən natural ədədlərin sayı AB parçasında yerləşən natural ədədlərin sayının 80%-nə bərabərdir. Onda bu aralıqdakı natural ədədlərin sayını tapın. İndi qulaq asırsınız mənə. Bax, bu işarə nə deməkdir? Bu işarə o deməkdir ki, A ilə B bu aralığa daxil deyil. Belə işarə olarsa, bu deməkdir ki, A da B də bu aralığa daxildir. Bu işarə onu göstərir ki, bu ədədlərdən biri bu aralığa daxildir, digəri isə daxil deyil. Onda bu aralıqdakı ədədlərin sayı necə tapılır? Tutaq ki, deyək, 3-5 aralığında neçə ədəd var? Bir dənə 4-dür. Amma siz 5-dən 3-ü çıxanda eləyir 2. Deməli, bu aralıqdakı ədədlərin sayını tapanda bunların fərqini tapıb bir dənə də 1 çıxmalısınız. Sonra desəm ki, bunların ikisi də daxildir. Onda ədədlərim olacaq 3, 4, 5. Yəni 3 dənə ədədimiz olmuş olacaq. Amma bunların fərqi 2 verir. Deməli, bunu tapanda bunların fərqinin üzərinə elə bir dənə də 1 gəlməlisiniz. Amma belə olsa, yəni məsələn 5 daxil deyil, 3, 4, elə 2 ədəd olaraq da qalır. Deməli, nə edəcəm? Əgər sən bunun sayına desən ki, x. Bunun sayı olacaq sizdə x çıxılsın 2. Niyə? Məsələn, burada say 1 idi, burada səhv dedim. Parçasında yerləşən natural ədədlərin sayının 80%-dən bunu səhv dedik yerinə. Buna x desəm, bu olacaq x çıxılsın 2. Məsələn, bu olacaq məsələn 3 dənə, bu olacaq 1 dənə. Düzdürmü? Bu isə olacaq sizdə x çıxılsın 1. Bir vahid arada fərq var. Düzdür, biz x çıx 1-i tapmalıyıq, yəni bunu. İndi mənə şərtdə nə deyir? Deyir, bu, bunun 80%-dir. Yəni, x-in 80%-i bərabərdir x çıxılsın 2-yə. Bura 5, bura 4. 4x bərabərdir, 5x çıxılsın 10. Mənfi x bərabərdir, mənfi 10, onda x tapıram 10. Məndən x çıx 1-i istəyir, ondan da 1-i çıxanda cavab olacaq neçə? 9. Aydındır mı? Növbəti baxırıq 39-a. Bu biraz uzundur. Əlavə vərəqdə yazaq. Deməli, ümumiyyətlə yadınızda saxlayın, iki məhlul qarışdırdıqda istifadə edirsiniz omega son düsturunu. Omega 1 M1 üstəgəl omega 2 M2 bölünsün M1 üstəgəl M2. Deməli, nə edirəm? Omega faizlərdir. 40-ı vuracaqsınız buna. Belə bir dəfəlik vurub yazıram. Bax, bunu 40-a vururam. Olacaq belə. 80M kvadratı çıxılsın 560M üstə gəlsin 1240 plus 60'ı vuram buna. Bir dəfəlik vurub yazıram. 60M kvadrat çıxılsın 180M üstə gəlsin 420 bölünsün M1 üstə gəl M2 nə deməkdir? Bunların cəmi deməkdir. Bunları da toplasaq 2M kvadrat çıxılsın 14M üstə gəl 31 üstə gəl M kvadrat çıxılsın 3M üstə gəl 7. Deyir, bu 50-dən çoxdur. Böyüdü 50 yazıram. Maksimum sadələşdirək. 80'i 60'a vuram. 140M kvadratı vuram, yox toplayıram. Üzr istəyirəm. Sonra burada mənfi 560'dan mənfi 180M var. Onu da toplayanda bizdə olacaq mənfi 740M. 1240'dan da 420, 1660. Düzdürmü? Böyüdü. İndi bunları sadələşdirək, sonra 50'yə vuraq. 3M kvadrat çıxılsın 17M üstə gəlsin 38. Böyüdü, 50'yə vurub bir dəfəlik yazaq. Bunu elə bir ki vuracam 50'yə. Olacaq 150M kvadrat. Sonra çıxılsın 850M. Üzərinə gəlsin 1900. İndi nə baş verəcək? 140'dan çıxıram 150'ni, mənfi 10M kvadratı. Bu tərəfə keçəndə müsbət olur. 850'dən 740'ı çıxıram 110M. Bu da bu tərəfə keçəndə mənfi olur. 1900'dən 1660'ı çıxıram mənfi 240. M kvadrat çıxılsın 11M üstə gəlsin 24. Vuranda 24 eləsin, toplayanda 11, 3 ilə 8'dir. Arağı alacam 3-8 arağı. Bu
Barakda 4-dür, 5-dir, 6-dır, 7-dir. Neçə dənə ədədim var? 4 dənə. Deməli 4 fərqli qiymət ala bilər. Yəni bir neçə fərqli tam qiymət ala bilər, 4 dənə fərqli tam qiymət ala bilər. Növbəti baxaq 45-ə. Maraqlı sualdır. Burada nə deyir? Deyir, boş hovuz A borusu ilə 6 saata, B borusu ilə 3 saata dolur. A borusuna 3%li xlorlu B borusunun 6%li xlorlu su axır. A və B boruları eyni anda açılaraq boş hovuzu doldurduqda hovuzdakı suyun xlorluluq faizini tapın. Mənə nə deyir? A borusu 6 saata doldur. Onda 1 saata 6-da 1. Bu da 3'də 1 hissəsini dolduracaq. 3 saata doldursa toplayanda ortaq məxrəc 6-dır. Bunu 2'ye vuracağım. Bunu 1'ə. Oldu 6'da 3. Yəni 2'də 1. Deməli bu hamısını doldurar 2 saata. Düzdürmü? Tərsini götürsək bu 2 saata doldurmuş olacaq. Onda A tam doldurmaq üçün altda 1'i 2'ye vursam altda 2 olacaq. B'nin doldurduğu isə 3'də 1'i 2'ye vursaq olacaq 3'də 2. Yəni tam dolanda bunların doldurduqları hissəni tapıram. A'da deyir 3%li. Bunun ixtisar eləyəndə 3'də 1 eləyir. 3'də 1'in 3%ni tapıram. Eləyir 100%. Digəri 3'də 2'dir. Bunda 6% xlorlusudur. 6%ni tapıram. Eləyir 100%. Dəqiqə 3'də 1 yox, 3'də 2'dir burada. İkincidə. Eləyəcək %4. Düzdürmü? Ümumi nə qədər var deyəndə %1 ilə %4'ü toplayırsınız. %5. Bu da %5, 5% deməkdir. Deməli 5% tərkibində xlor var. Və sonuncu 4-cü bölmənin təzə suallarına keçək. Deyir, maya dəyəri A manat olan məhsulu 16% xeyirlə. 16% xeyir 116% deməkdir. B'ni isə 4% ziyanla. Ziyan isə 4 çıxırıq olacaq 96%. Bir ədəd satdıqda nə qazanc, nə də zərər etmirsə, deməli ümumi cəm dəyişmir. Yəni əvvəlki qiymətə bərabər edirik, düzdürmü? Hər tərəfi 100'ə vursam 116A üstəgəl 96B bərabərdir 100A üzərinə gəlsin 100B. Olacaq hər tərəfə birini atsam, bundan bunu çıxıram 16A, bundan da bunu çıxıram 4B. Onda B bərabər olacaq 4A. O da olur bizdə D variantı. Baxırıq 14 nömrəli suala. Deyir, sinifdə o 25 şagird oxuyur. 40% qızdır. 25'in 40%ni tapıram. Eləyir 10 dənə qız. Deməli 15'də oğlanım var. Düzdür? Deyir ki, bir neçə qız qəbul olur. Üzərinə gəlirəm. Düzdürmü? Onda sinifdə artır. Olacaq 25 üstəcək x. Onda qızlar bütün sinifin 50% olar. Bərabərdə 50. 2'də 1 deməkdir 50. Çarpaz vursam 20 üstəgəl 2x bərabərdir 25 üstəgəl x. X-də tapacam 5. Deməli 5 nəfər qız qəbul olub. A variantı. 15'ə baxaq. 15 bizdə geriyə qayıtma suallardı. Bunu dərs izahında demişdim. Deyir, malın qiyməti 15% aşağı salındı. Bundan sonra malın qiymətini neçə faiz qaldırmaq lazımdır ki, ilkin qiymət, yəni əvvəlki qiymət alınsın. Bunları necə yazırdıq? 15% aşağı salınırsa qalır 85%. Geriyə qayıdırsınızsa %85 yox, 85'də 100 yazırsınız. Vur 100, çıx 100. 17, burada 20. 17'də 2000 çıxırsan 17'nin 100'ə vuranda 1700. O da 300 bölünsün 17. O da olacaq 17 tam 17'də 11. Yəni A variantı. Deyir 480 ədədini elə 2 hissəyə bölün ki, birinci hissənin
Birinə x deyib, birinə 480 çıx x. Deyir, birinci hissənin 40%, x-in 40%. İkincinin, yəni 480 çıxılsın x-in 24%-nə bərabər olsun. Bunlar ixtisar getsin. Bunları da ixtisar aparanda 8-ə, bura 3 qalsın, bura 5. Sonra yazaq. 5x bərabərdir 1440 çıxılsın 3x. 8x bərabərdir 1440. X alacağım 180. Elə kiçiyi istədiyinə görə cavab olacaq 180. Neçə faiz ucuzlaşar, neçə faiz bahalaşar, neçə faiz artar, azalar, necə dəyişər? Bu tipli misalları necə yazırsınız? Deyir, əvvəlcə 20% ucuzlaşdı. Onda qalır %80'i. Daha 20% ucuzlaşdırdılar. Amma yeni qiymət yenə %80 yazırsınız. Və sonra yeni qiyməti 5% ucuzlaşdırdılar. %95 yazırım. Vur 100, çıx 100. 100'dən 80 aparsam 4 bura, 5 bura. Təzdən 5 bura, 4 bura. Bundan da bunu aparanda 19. 76 bölünsün 5, çıxılsın 100. O da olacaq sizdə 15,2 çıxılsın 100. Alıram mənfi 84,8. Bu da 84,8% ucuzlaşar deməkdir. Sonra 48. Qarışdırdıqda deməli omega sondur. Və eyni miqdarda götürürsə x deyirsiniz ikisinə də. 6,4x üstəgəl 4,2x. M1 üstəgəl M2 x üstəgəl x deməkdir. O da yuxarı olacaq 10,8x bölünsün 2x. Alırsınız 5,4 faizli məhlul olar. Cavabımız olacaq 5,4 faiz. Sonra 49. Bu da vərəqimizdə olan sual idi. Deyir, taxıl üyüdükdə çəkisinin 90% qədər un alınır. Nə qədər taxıl üyütmək lazımdır ki, 1260 kiloqram un alınsın. Deməli, 90% undur, 1260 kiloqram undur. 90%-ə qarşı qoyuram 1260 kiloqramı, 100%-ə də qarşı qoyacam x-i. Sonra çarpaz vuram. 90x bərabərdir 1260 vurulsun 100. Düzdürmü? Oradan da x tapacaqsınız 1400. Növbəti baxaq 65-ə. Burada qrafik sizdə 3 hissəyə bölünüb. Birinci hissə, ikinci hissə, bir də üçüncü hissə. Deməli, birinci hissədə vaxtımız 8 dəqiqədir. Dolan həcm 9-dur. 8 dəqiqəyə qarşı qoyuram 9-u. Onda 1 dəqiqəyə qoyacam x. X alıram 8-də 9. Bu birinci hissə. İkinci hissədə 9-dan 30-a gəlmişik. 21, 8-dən 12, 4. Yəni 4 dəqiqəyə qarşı qoyacam 21. Onda 1 dəqiqəyə x. 4x bərabərdir 21. X-i tapıram 21 bölünsün 4. Daha sonra üçüncü hissədə 30-dan 45-ə gəlib 15, 12-dən 18-ə 6. Yəni 6 dəqiqəyə doldurub 15, 1 dəqiqəyə də x. 6x bərabərdir 15, x də bərabərdir 5 bölünsün 2. İndi ortaq 8-ə gətirsəm, bu olacaq 8-də 42. Bura 8-ə gətirəndə 8-də 20. Düzdürmü? Ən aşağı sürət birincindədir. Birinci hissədə də 9 olub. Düzdür? Ümumi həcm 45 idi. Tapmalıyam 9 45-in neçə faizidir? 9-u 45-ə bölüb vururam 100-ə. Deməli, 100-ü də 5-ə böləndə cavab olacaq 20%. %76. Çox maraqlı sualdır. Birinci qrup bloka düşüb. Deyir, şabalıdın ümumi ağırlığının 30%-ni, fındığın isə ümumi ağırlığının 40%-ni qabıq təşkil edir. 1 kiloqramın qiyməti 5 azından 30 kilo şabalıda almışam. Görə nə qədər pulum çıxıb? 5-i vuram 30-a, 150 manat buna pulum çıxıb. 6 manatdan da 25 kilo fındıq almışam. Buna da 150 manat pulum çıxıb. Obşu 300 manat pulum çıxıb.
Axırda deyir 20% mənfəət əldə olunsun. Onu əvvəlcədən 300-ün 120%-ni tapaq. Yəni mən buradan gəlir götürməliyim 360 manat. Bu belə. Deyir ki, şabalın 30%, fındığın isə 40%-i qabıqdır. 30-un şabaldın, yəni 30%-ni tapaq. Bunun 9 kiloqramı qabıqdır. 30-dan 9 çıxsam mənə xam mal kimi qalır 21. Sonra 25-in 40%-ni tapıram. Bunun da 25-in 40%-i qabıqdır. Bu deyilir 10 kilo. 25-dən də 10 çıxıram. Deməli 15 kilo malım var. Toplayanda ümumi 36 kilo malım var. Və 360 manat gəlir əldə eləməliyəm. Deməli 1 kilosunu 10 manatdan satmalıyım. Və sonuncu 78. Çox maraqlı sualdır. Diqqətlə qulaq asaq. Deyir, mətbəədə çap olunmalı kitabların həcmi 50% artdı. Deməli, əvvəl məsələn x qədər çap eləməli idisə, indi 1.5x qədər çap eləməlidir. 150%-ni tapmaq istəyirəm peki. Deməli, olacaq x vurulsun 150 bölünsün 100. 1.5x. Düzdürmü? Deyir, işi təyin olunmuş vaxtda bitirmək üçün işçilərin əmək məhsuldarlığı 20% artırılarsa. Bu bilirsiniz nə deməkdir? Məsələn, tutaq ki, 100%lik bir işi 100 nəfər yerinə yetirir. Yəni, hərəsinə 1 düşür. 1% düşür. 20% artırırsınızsa, bu işini 120 ilə görür. Yəni, məsələn, əvvəl biri bir kitab hazırlayırdısa, indi biri 1,2 kitab hazırlayır. Və şərtdə deyir ki, sənə yeni işçilər götürməliyəm ki, belə bir ki, işin pozulmasın. Neçə faiz artırmaq lazımdır ki, bu proses pozulmasın. Kitabların həcmi 50% artmağına baxmayaraq. Tutaq ki, bizdə, deməli, deyir 20% artırılarsa, 20% artırmaq 120% deməkdir. Bu da 1.2 deməkdir. Yəni, məhsuldarlığın 1.2 olur deməkdir. Kitablarımız sayı tutaq ki, deyim 100-dür, düzdürmü? Oldu 150, 50% artdı, oldu 150. Məhsuldarlığım isə 1 idi, oldu 1.2. Bölək 1.2-yə. 1500-ü bölək 12-yə. Alıram 125. Yəni, əvvəl məsələn 100 işçim var idi, indi 125 işçim oldu. 125-dən də çıxıram 100-ü. Deməli, 25% artmalıdır. Çünki başlanğıc 100 götürmüşəm. 25 də 100-ün elə 25% idi. Yəni, ədəd qoyub işləmək bunun ən rahat yoludur. Bu da sizə faizdən yeni tipli sualların izahları.